Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq və mən buna icazə verməyəcəm, mən buna imkan verməyəcəm. Bu bəyanat bir daha sübut edir ki, Donald Trump Qrenlandiya ilə bağlı iddialarının gerçəkləşməsində ciddi addımlar atacaq. Ölkəsinin bu adaya nəzarət etməsini istəyən Ağ Ev sahibi Pentagona ilhaq planının hazırlanması barədə göstəriş də verib. Diqqət çəkən məqam isə Trumpın Qrenlandiya mövzusunda niyə bu qədər israrlı davranmasıdır. Analitiklərin fikrincə Ağ Ev sahibi hesab edir ki, Arktikada digər iki super gücə Rusiya və Çinə uduzan Birləşmiş Ştatlar ən böyük adaya nəzarət etməklə üstünlük qura bilər. Çünki hazırda qütb dairəsində üstünlük ciddi şəkildə Rusiyaya aiddir. Bölgənin 53%-nə nəzarət edən Moskva gücünü daha da artırır. İkinci yerdə isə Kanada gəlir ki, Arktikanın 14%-i onun nəzarəti altındadır. Ekspertlərin fikrincə Trumpın Kanadanı 51-ci ştat adlandıraraq Birləşmiş Ştatlara birləşdirmək istəməsinin pərdə arxasında da Arktikaya daha çox nəzarət imkanı qazanması fikri dayanıb. Son günlər gündəmdən düşməyən Danimarka hökumətinə bağlı olan Qrenlandiyanın isə qütb dairəsinin 6%-nə çıxışı var. Birləşmiş Ştatların burada payı cəmi 7%dir. Paralel olaraq Arktika ehtiyatlarının 65%-i Rusiyanın, 20%-i Danimarkanın, yalnız 7%-i ABŞ-nin nəzarətindədir. Əgər Vaşinqton Qrenlandiyanı ilhaq etsə, qütb dairəsində nəzarət faizini 13%-ə, ehtiyatlardakı payını isə 27%-ə qədər artıra bilər. Ümumi olaraq Arktika neftinin 45%-i, qazının 75%-i, nadir metalların 60%-i məhz Rusiya nəzarətindədir. Buna paralel olaraq yeni iddialar da ortaya atılıb. Belə ki, Birləşmiş Ştatlar yaxın vaxtlarda adanı nə az nə çox 5 helikopterlə ələ keçirə bilər. Belə olan halda Amerikalılara heç bir ciddi müqavimət göstərilməyəcəyi qeyd olunur. Lakin Trumpın qarşısında əsas əngəllərdən biri Avropa ölkələridir. Çünki bu ssenarinin reallaşması NATO-da daxili parçalanmanın ilk mərhələsi deməkdir. Buna baxmayaraq Qərb siyasi dairələrində Vaşinqtonun müəyyən şərt daxilində Qrenlandiyaya müdaxiləsinə qoca qitənin göz yumacağı deyilir. Yəni Avropa Birləşmiş Ştatların Ukraynaya verəcəyi güclü təhlükəsizlik zəmanətləri fonunda ada ilə bağlı güzəştə gedə bilər. Düşünürəm ki, Vaşinqtonun Qrenlandiya ilə bağlı bir neçə mümkün ssenarisi mövcuddur. Avropa İttifaqı Ağ Evin Ukraynaya dəstəyinə dair konkret təminatlar verməsi qarşılığında Birləşmiş Ştatların Danimarka Krallığının muxtar ərazisi olan Qrenlandiyada hərbi siyasi mövcudluğunu gücləndirməsinə razılıq verə bilər. Əslində Moskvanın Arktikadakı üstünlüyü Vaşinqtonun kabusuna çevrilir. Çünki Rusiya təbii ehtiyatlar, neft, qaz, minerallar və dünyanın karbohidrogen ehtiyatlarının 1/3-dən çoxunu ev sahibliyi edir. Bu baxımdan bu bölgə qlobal güclərin yeni qarşıdurma məkanı kimi düşünülür. Əbəs yerə deyil ki, Arktika uğrunda rəqabətdə Çin də fəal iştirak edir. Asiya nəhəngi regionda hər hansı əraziyə sahib olmasa da, daha çox elmi təhqiqatlar, iqtisadi investisiyalar, xüsusən enerji və nəqliyyat, mavi ipək yolu və Rusiya ilə sıx əməkdaşlıq vasitəsilə qütb gücü statusunu artırmağa çalışır. Bununla da Şimal dəniz yolunun açılmasına və bölgədəki faydalı qazıntı ehtiyatlarına çıxış əldə etməyə can atır. Bu isə Qərb ölkələrində bilavasitə Vaşinqton üçün narahatlıq yaradır. Bloomberg nəşrinin məlumatına görə Almaniya Qrenlandiyanın iştirakı ilə birgə NATO-nun Arktika mühafizəçisi missiyasını yaratmağı düşünür. Bu addım ada ətrafında Birləşmiş Ştatlar ilə gərginliyi azaltmaq məqsədi daşıyır ki, missiyanın Baltik qvardiyasına bənzər olacağı ehtimal olunur. Analitiklərin fikrincə, bu barədə fikir irəli sürmək hələlik çətindir, ancaq ehtimalları dəyərləndirməkdə fayda var. Artıq bu mövzu ətrafında fikirlər gündəmdən düşmür. Əgər ada Ağ Evin nəzarətinə keçərsə, Birləşmiş Ştatlar ərazisinə inteqrasiya ediləcək. Bu zaman Qrenlandiya federal ərazi və ya xüsusi statusa malik ştat kimi idarə oluna bilər. Yeni idarəetmə Birləşmiş Ştatlar federal qanunlarına tabe olaraq yerli əhalinin hüquq və gözləntilərini böyük ölçüdə qarşılamalıdır. Lakin bu Birləşmiş Ştatların mövcud bölgələrindən fərqli bir quruluş ola bilər. Təbii ki, bütün sadalananlar sadəcə ehtimallardır. Xatırladaq ki, ikinci dəfə hakimiyyətə gələn Donald Trump Qrenlandiyanın Birləşmiş Ştatlara birləşməli olduğunu dəfələrlə bəyan edib. Danimarkanı isə adadan imtina etməyəcəyi halda ticarət rüsumlarının artırılması ilə hədələyib. Qrenlandiya hazırda Danimarkanın muxtar ərazisidir və 1951-ci il sazişinə əsasən adanın müdafiəsi Birləşmiş Ştatların üzərindədir.